Belarus prezidenti Aleksandr Lukashenko da ona oldu. Dedi ki, Zelenski oğlum kimi idi, əclaf kimi davrandı. Bu Belarus prezidentinin fikirləridir. Zelenski mənim üçün oğlum kimi idi, lakin sonra əclaf kimi davrandı deyə Belarus lideri Rusiya mediasına müsahibəsi zamanı Zelenskinin nə üçün fərqli adlarla çağırması barədə suala cavabında belə qeyd edib. Yəni Zelenskiyə münasibəti Lukashenkonun bir sanki ağsaqqal münasibətidir. Yəni mənim oğlum kimi idi, uşaq idi, münasibətimiz yaxşı idi, amma o düz eləmədi. Yəni biz 3 Slavyan xalqıyıq, 3 Slavyan dövlətiyik. Zelenski gərək Qərbin hilələrinə aldanmayaydı. Bunu demək istəyir əslində. Lukashenkonun təfəkkürü bundan ibarətdir. Yəni Qərb sözü ilə oturub durmamalıydı, onların diktəsi ilə hərəkət etməməlidir və bu müharibə də baş verməzdi. Putin, Zelenski və Lukashenko üçlüyü birlikdə bölgədə bir deməli əməkdaşlığı və əlaqələri, ölkələr arası münasibətləri davam etdirə bilərdilər və normal bir həyat ola bilərdi. Yəni Lukashenko belə düşünür. Hesab edir ki, Ukrayna ittifaq dövlətinə qoşulacaqdır və bununla da Ukraynanın qərbə inteqrasiyası dayandırılacaqdır və burada dəyərli tamaşaçılar eyni zamanda əslində postsovet məkanının da tamamilə Rusiyanın orbitinə qayıdacağı gerçəkləşəcəkdir və nəhayətdə bu bölgədə proseslər əslində 2-ci SSR-nin qurulmasına bənzər bir format alacaqdır. Ona görə də Zelenskiyə vaxtilə oğlu kimi yanaşıb, indi ona yazığı gəlir və ona nələrsə söyləyir və deyir ki, o əclaflıq eləyib. Yəni bu Lukashenkonun bir yanaşmasıdır.